Ladies and gentlemen, ikisi takmaq lazımdır. İkisi takmaq lazım olduğuna göre beraber yanlayıp hündürlüğü indirdim. Altını 3 böləcək. 3, no need for 6. Deməli, F-dən də bir hündürlüğü indirək. B, F-C'nin hündürlüğü indirdim. BC 9'dur. Əgər bölürsə, bura 1, N'də. F'in onu 4.5 böləcək. Bura 1.5, bura 1.5 qalacaq. Qalandan sonra nəyə görməliyim? AMC üçbucağı ilə FNC üçbucaqları oxşardılar. Deməli, onda uyğun tərəflər NC, yəni 6 bölünsün, keçmədim yağa. 6 bölünsün 4.5. Bərabərdir nəyə? A-ın bölünsün F-nə. Hər tərəfi 1.5'e ixtisar aparsam, bura qalır 4, bura qalır 3. Gətir, bura 4H-dir, bura 3H-dir. Nə görürəm? AMD üçbucağının orta xətti, HM düz xəttidir. Çünki 1.5 bölüb, ikisi də bir düz xəttə perpendikulyardır AM-dən F-nin. Deməli, paraleldirlər, orta xətti. Ona görə bura 2H, bura H qalır. 2H görəndən sonra bura bir dənə alfa deyirəm, bura bir dənə beta deyirəm. Alfa plus beta AYD-dən 90 dərəcə olur. Bura alfa dedim, burada beta deyirəm. Bura beta dedimsə, BFN-ə də alfa deyirəm. Alfa deyəndən sonra BFN ilə AMD üçbucaqlarına oxşarlıq edirəm. Beta'nın qarşısı 3H. Beta'nın qarşısı 3H, beta'nın qarşısı 3 bərabərdir. Alfanın qarşısı 4H. Yox, alfanın qarşısı bunda. Alfanın qarşısı bunda 4.5. Birinci hansı üçbucağın tərəfini yazmışıq, sonra yazırıq. Aha, alfanın qarşısı 4H. 12H'ın kvadratı çarpaz bura. 3 vur 4.5. Hər tərəfi 12'ye bölüb H'ın kvadratını tapaq. Ondan sonra 3'ün kvadratı ilə toplayıb